Həyat yoldaşınız sizin soyadınıza keçsin istəyirsiniz? Yox. Maraqlı, məşhur bir familiyası olsaydı niyə keçmirəm, keçərdim. Soyadından xoşu gəlmirsə, o böyük öz nəslinə nə hörmət ola bilər? Yerdə dəyişiklik gedir də sanki. Qadınlar özün kişi kimi, oğlanlar özün qadın kimi aparmağa başlayıb biraz ona görə. Özüm belə öz soyadımdan imtina etmişəm. Öz atamın adıdır, yəni mənim soyadım. Azərbaycanda nigaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edən kişilərin sayı açıqlanıb. Belə ki, bu ilin ilk 3 ayında 6 kişi, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nigaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib. Bəs şəhər sakinlərinin bu məsələyə münasibəti necədir? Hələ ki evlənməmişəm subayam, amma inşallah ki düşünərəm. Amma bəzi var ki soyadları xoşuma gəlməyəndə yox. Öz soyadımda qala bilərəm. Həyat yoldaşınız sizin soyadınıza keçsin istəyirsiniz? Yox. Ortaq qərara gələrik. Bəylər xanımların soyadına yox keçməsin. Niyə? Həmin öz soyadında qalsın, lazım deyil. Siz də keçməzsiniz? Keçərəm vacib olsa, amma belə yəni bəylər xanımlara bəyləri bir dənə saxlayaq da ki, bir dənə onlar hiss eləsinlər. Çünki o da keçsə, vəfşə oca deyəcəklər ki, sizlik hər şey. Hər halda evin rəhbəri kişidir. Mən belə başa düşürəm. Bizim adətən nə var da? Soyadından xoşu gəlmirsə, o böyük öz nəslinə nə hörmət ola bilər? Mən sual verib, nə hörmət ola bilər? Gəl belə başa düşək. Siz həyat yoldaşınız istəyərdi sizin soyadınıza keçsin. İstəyirsə keçirdə bilər. Amma inanmıram istəsin. Yəni normalda əksinə olur. Yəni qızlar keçirdir. Yəni oğlan niyə istəsin ki, qızın soyadını keçirməyə? Kişi sahiblənməlidir, qadının soyadla bir yerdə sahiblənməlidir. Heç vaxt keçməzsiniz. Mən Aha. şəxsi fikrimmişə deyil. Kişilər son zamanlar nəsə bir yerdə dəyişiklik gedir də sanki. Qadınlar özün kişi kimi, oğlanlar özün qadın kimi aparmağa başlayıb biraz ona görə. Həyat yoldaşınızın sizin soyadınıza keçməsinə razılıq verərsiniz? Xeyr. Niyə? Çünki mənim özüm belə öz soyadımdan imtina etmişəm. Öz atamın adıdır, yəni mənim soyadım. Ona görə yəni atamı çox istəyərsə, atamın adını o da soyad kimi qəbul etmək istəyərsə qəbul edir. Bəylərin xanımlarının soyadına mən pis baxıram, mən xoşuma gəlmir bir şey. Məndə xanım mənim soyadıma keçdi. Sizin həyat yoldaşınız sizin soyadınıza keçsə, yəni istəyirsiniz bunu? Xeyr. Belə bir şey olmasını istəmirəm təbii ki. Məncə kimin soyadı daha yaxşıdırsa və ada uyğun gəlirsə, onun adına soyadına keçmək olar. Yəni əgər xüsusi bir status qazanmamısınızsa soyadınızla ki, mənim soyadım budur və mən bununla məşhurlaşmışam, məncə kiminsə soyadına keçmək elə bir problem deyil və kişilər də qadınların soyadına keçə bilər məncə. Yəni əgər xoş durursa, görüntüsü olaraq, yəni nə bilim, səsləniş olaraq xoşuna gəlirsə, məncə olar. Xanımların bəylərin soyadına keçməsi yaxşıdır. Bəs bəylər xanımların soyadına keçsə? Olmaz, o bizə yaraşır. Həmişə bəylər birincidir, xanımlar ikinci. Xanımla baxmalıdır, özü soyadını verməlidir. Xanım da bəylərin soyadını daşımaqda şərəf duymalıdır. Yaxşı, bir problemi yoxdur ki, onsuz da qadınlar da kişilər də eyni hüquqa malikdir məncə. Xoş olar mənə məsələn, problem olmaz. Mən belə demokratik adamam. Necə istəyirlər, onlara necə rahat dil eləsinlər.